Beyin qan dövranının pozulması müəyyən əlamətlərlə özünü biruzə verir. Bəzən buna biz fikir vermədən keçirik. Ani baş gicəllənmələr olsun, doktor sanki yer ayağımın altından qaçır tipli şikayətlər eləyirlər ən çox. Elə bilirəm ev sağa sola hərəkət eləyir, kimi şikayətlər eləyirlər. Doktor beynim dumanlanır, sanki elə bilirəm beynim dumanlıdır. Doktor yaddaşım zəifləyib, doktor məndə baş ağrıları. Bunlar əslində hər biri beyin qan dövranının pozulmasının bir əlamətidir, bir simptomudur. Və bundan başqa var ciddi əlamətlər. Danışıq pozulub, xəstənin dili dolaşır sanki, xəstənin bir üzündə, ağız bucağında əyilmə var və yaxud da əli ayağının işləməsində çətinlik var. Deyirsən ki, əlimi sıx. Gördün ki, məsələn, yaxınıma kömək eləmək üçün bir metodu da hər iki əli ilə sənin əllərini sıxmalıdır. Deməli, bir tərəf zəifdirsə, deməli, həmin tərəfdə bir problem var. Səbəb beyinlə bağlı ola bilər. Vaxt qızıldır. Çox burada önəmlidir. İlk 4 saat yarım ərzində çatdırıldısa, trombektomiya deyilən, girirlər endoarterial trombektomiya, ya trombu çıxarılır və ya da trombolizis. Dərmanlar vurulur, trombu əridən, belə deyək, el arasında trombu əridən bir müdaxilə olunur. Yox, çatdıra bilmədilərsə, artıq bundan sonraki mərhələnin müalicəsi.